Yazıblar Zəngəzur bizimdir. Axı siz qalmayacaqsınız ki, sizin olsun ya qeyri sizin olsun. Mənim yadıma gəlir Tiryək müharibələri 19-cu əsrin birinci yarısında. Hindistanlılar gedirdilər Çinlə müharibə edirdilər. Adını qoymuşlar ki, Çin bizimdir. Amma Çin kimin oldu? İngiltərənin. Osten şirkəti. Aydındır. Zəngəzur sizin deyil. Çünki siz qalmayacaqsınız. Siz olmayacaqsınız ki, Zəngəzur sizin olsun ya olmasın. Zəngəzur Qərbin, İngilisin və NATO'nun olmalıdır. Çünki bu nöqtənin o qədər əhəmiyyəti var. Mən bunu hansı dildə izah edeyim? Mən doğrudan biraz təəccüb edirəm. İzah edirəm. Deyirəm ki, bu xartlarında gedən yoldur. Enerji resurslarının keçdiyi yoldur. İrana təzyiq yoludur. Rusiyaya təzyiq yoludur. Bu Xəzər dənizinin neft yanacaq ehtiyatlarına çatan yoldur. Sonra qayıdıb Azərbaycanlı, əgər Azərbaycan deyir ki, bu bizimdir. Xeyr, sizin deyil. Onu sizə verməyəcəklər. Onu sizə verməyəcəklər. Onu özlərinə götürəcəklər. Amma sən əskər olaraq bədbəxt Hind sipahisi kimi silah götürüb İngilis üçün döyüşəcəksən. Amma keyfini və ləzzətini İngilis aparacaq. Görərsiniz.